Bəzi insanlar deyir ki, iman bir kəlmədən ibarətdir. Dil ilə deyilir və məsələ bitir. Halbuki həqiqət tam əksidir. Əsl məsələ, La ilahə illallah kəlməsini demək deyil, onu anlamaq və İslamı Allah və Rəsulunun murad etdiyi şəkildə yaşamaqdır. Əslində, həqiqi imanın nə olduğunu anlamaq sadə bir iş deyil. Çünki anlayış insanın bütün həyatını dəyişdirir. Düşüncəsini, davranışını, münasibətlərini, həyata olan baxışlarını belə. Əgər o kəlmə həqiqətən asan olsaydı, tarixdə onu qəbul etməyənlər bir an belə tərəddüd etmədən qəbul edərdilər. Amma onlar sözün yükünü, məsuliyyətini dərk etdikləri üçün geri çəkildilər. Çünki bu kəlmə sadəcə bir etiqad deyil, bu bir həyat tərzidir. Bu insanın özünü dəyişməsi, nəfsinə qarşı çıxması, dünyaya baxışını yenidən qurması deməkdir. Bugün bizim problemimiz də elə buradadır. Biz bu kəlməni deyirik, amma onun üzərimizdəki təsiri çox zəif qalır. Çünki biz onu dərinliyi ilə anlamırıq. Halbuki insan nə qədər anlayarsa, bir o qədər dəyişər. Namazı daha şuurlu olar, ibadəti daha səmimi olar, davranışları daha gözəl olar. Anlayan insan səxavətli olur. Təkcə malı ilə yox, vaxtı ilə, İslamı olan sevgisi ilə səxavətli olur. O artıq hesab aparmır, nə qədər verdim, nə qədər qaldı. Çünki anlayır ki, verdiyi əslində itmir, əksinə dəyər qazanır. Anlayan insan səbirli olur. Çətinliklər qarşısında dağılmır, nemət qarşısında isə azmır. Çünki bilir ki, hər şey bir imtahandır, hər halın bir hikməti var. Bu anlayış insana güc verir, onu möhkəmləndirir. Anlayan insan sevgidə də fərqli olur. Onun sevgisi dar çərçivədə qalmır. O yalnız özünə yaxın olanları deyil, haqqı qəbul edən və ya qəbul etməyə yaxın olan hər kəsi sevir. Hətta bəzən bütün kainata qarşı bir mərhəmət hissi ilə yanaşır. Anlayan insan vəfalı olur. Keçmişini unutmur. Ona yaxşılıq edənləri yadından çıxarmır. Ən əsası isə Rəbbinə olan bağlılığını daim diri saxlayır. Çünki anlayır ki, ən böyük vəfa ona qarşı olmalıdır. Və nəhayət, anlayan insan lazım gəldikdə ən qiymətli şeyini, canını belə Allah üçün fəda edə bilər. Çünki artıq onun üçün əsas olan bu dünya deyil, daha böyük bir məqsəddir. Bütün bunların əsasında isə bir həqiqət dayanır. İnsan nə qədər anlayırsa, o qədər yaşayır. İman da elədir. Dildə deyil, qəlbdə və əməldə özünü göstərir. Kəlmənin dəyəri onu nə qədər dərk etdiyimiz qədərdir. Ona görə də əsas sual budur. Biz nə qədər anlayırıq? Çünki cavabımız həyatımızın keyfiyyətini müəyyən edir.